Let's start again. Salam əziz ingilis dili həvəskarları və ingilis dilində qəbul imtahanında yüksək nəticə əldə etmək istənilən abituriyent. Hər birinizi salamlayıram və ingilis dilində qrammatika mövzularımızı davam edirik. Keçən dəfə məhsul növ haqqında sizə müəyyən qədər məlumat verdim. Düzdür, tamamilə məlumat verdim. Çox geniş bir məlumat idi və sözün açığı, yəni videoya olan maraq mənim istədiyim qədər, istədiyim səviyyədə olmadı. Çünki istər baxış sayı az oldu, istər Facebookda paylaşım, şərh və digər demək aktivlik çox aşağı oldu. Və artıq yəni çalışacağam ki, mövzuları davam elətdirim. Yəni bu tempdə getsə, yəni yəqin ki, dərslərimiz müəyyən bir müddətdən sonra yəqin ki, fasilə ilə davam eləyəcəm. Yəni az-az, gec-gec paylaşımlar eləyəcəm. Çünki bilirsiniz, yəni əslində bunlar ödənişli bir dərs deyil və bunlar sadəcə olaraq sizin nə isə bir yeni bilik əldə etməyiniz üçün çalışılan bir cəhdlərdən ibarətdir. Yəni siz də bunu belə deyək, istəməyəndən sonra, siz də bunlara maraq göstərməyəndən sonra inanın ki, bunun heç bir anlamı, bu dərslərin paylaşılmağının heç bir anlamı olmayacaq. Vaxt itirməyək, başlayaq və inanıram ki, bu mövzumuza maraq çox olacaq və kimlərəsə nəsə öyrətdiyimizə görə həqiqətən də motivasiyamız yüksək olacaq. Bizim sadəcə olaraq qazancımız sizin burada nəsə öyrənməyinizdir. Daha çox insanın daha çox şey əldə etməsidir. Modal feillər ingilis dilində çox geniş mövzudur əslində. Modal feil haqqında müxtəlif yerlərdə qısa məsələn materiallar görə bilərsiniz, video materiallar görə bilərsiniz. Kitabların özlərində modal feil haqqında elə böyük mövzular yəni material görməyə bilərsiniz, amma inanın ki, modal feil həqiqətən ingilis dilində vacib, önəmli qrammatikasında yer tutan mövzulardan biridir. Modal feillər ingilis dilində çoxdur. Vaxt itirmədən keçək. Can var, may var, must var, to be able to, have to, might, ought to, should. Bunlar sadəcə olaraq demək modal feillərin bir hissəsidir. Modal feillər çox incə mövzudur. Burada cümlədə işlənmə yerləri, hansı cümlədə işlənmə demək yeri, cümlənin mövzusu, məzmunu, hər bir şeyi mənasından tutmuş, yəni hər bir xırda detalına kimi qrammatik qaydada ola bilər, leksik qaydasında da ola bilər ki, siz bunu modal feillərin hansını seçmək lazım olduğunu araşdırmalısınız. Demək, modal feillər ümumiyyətcə nədir? Modal feillər hərəkət deyil. Yəni, sırf ayrı-ayrılıqda hər hansı bir məna ifadə edən sözlər deyil. Hərəkətə münasibət bildirirlər. Hərəkətin necə olduğunu bildirirlər. Ancaq xəbər şəkilçisi funksiyasında olurlar. Ayrılıqda işlənə bilmirlər. Dediyimiz kimi, özündən sonra əsas feil tələb edirlər. Yəni, modal feil özündən sonra mütləq olaraq feil gəlməlidir. Tələb edir. Şəxsə görə dəyişmir. Heç bir şəxsdə, məsələn, biz bilirik ki, məsələn, üçüncü şəxsin təkində S şəkilçisi. Amma bunlarda belə bir xüsusiyyət yoxdur. Yəni, bunu nəzərdə saxlayın. Can-sə can-sı olmaz, məsələn, üçüncü şəxsdə. Must-sə must-sı olmaz. Yəni, bu cür qayda qanun yoxdur. Heç bir şəkilçi artıq əlavə olunmur onlara. Sual cümləsini mübtədanın önünə keçməklə yaradırlar. Sadə bir qrammatik qaydadır. Yəni, bu cümlələrin sual cümləsini düzəltmək üçün sadəcə olaraq bu modal feili keçirik mübtədadan əvvələ və sadə ümumi söz sırası davam edir. İnkarını not hissəciyi qəbul etməklə düzəldir. Yəni, özündən sonra bir dənə not əlavə edirsən, bu da olur onun inkarı. Özündən sonra feili to hissəciyisiz tələb edir. Elə modal feilləri var ki, yəni özündə to hissəciyi olduğu üçün özündən sonra artıq əlavə to'ya ehtiyac da olmur və başlayaq can modal feilindən. Can modal feili hamının bildiyi bir nömrəli modal feildir və ingilis dilində çox danışıq dilində, speakingdə olduqca çox, yəni siz bu modal feilin işlənə bilmə xüsusiyyətini asanlıqla görə bilərsiniz. Əvvəlcə demək, ümumi bir məlumat verək sizlər üçün can modal feili haqqında. Özündən sonraki əsas feili to məstər hissəciyisiz tələb edir. Özündən sonra gələn feil qətiyyən 3 dəfə deyirəm bu sözü. Qətiyyən to məstər hissəciyisiz gəlməlidir. Bütün şəxslərdə eynidir. Can modal feili
bütün şəxslərdə eynidir. Ancaq indiki zamanda işlənir. Yalnız və yalnız can modal feili indiki zamana aiddir. Nə keçmiş zamana, nə gələcək zamana, sadəcə indiki zamana aid edilən bir modal feildir. Keçmiş zaman forması var, özünün kökündən dəyişən forması could forması. Gördüyünüz kimi mörtəzə yazmışam. Could. Baxın. Davam eləyək. Demək, ümumiyyətcə nə zaman istifadə olunur? We use the modal verb can to express that we know how to do something. Yəni, hər hansı bir işi necə etməyi bacardığımızı bildirərkən can modal feilindən istifadə edə bilərsiniz. Negativ, inkar forması can't, burada görürsünüz, can't və cannot. Demək olar ki, cannot uzun formasıdır. Qısa formasından istifadə olunur hər zaman kimi can't və inkar formasını dedik. Can və can't are always followed by a verb in the infinitive. Hər zaman məsdər formasında olan feillə demək tamamlanır. Özündən sonra məsdər formasında gələn feil tələb edir. Qısa bir özətlər keçək. My brother can play the piano. Qardaşım pianonu da ifa elə bilir, bacarır. Bacarır deyim, yəni əsas tərcümədə, rəsmi tərcümədə, yəni burada xırdalığına girməyə, sadəcə mənim qardaşım piano çala bilir. Bu cür desəz, yəni can modal feilinin açıq-aşkar orada olduğunda iştirak elədiyin də ifadə edə bilərsiniz. Michael Phelps can swim very well. Yaxşı üzə bilir. Expressing permission. Okay. Demək, we also use can, cannot to ask for and give permission. Biz can və can'da, yəni xahiş və icazə mənasında da işlədə bilərik. Belə baxaq. Can I speak to Homer Simpson, please? Yəni, olar mən Homer Simpsondan danışım zəhmət olmasa. Yəni, burada icazə istəyir, gördüyünüz kimi. Mənasında icazə, sual cümləsində işlənir. Yəni, belə bir hallarda işlənə bilər. No, you can't. He's sleeping at the moment. Yox, yəni alınmaz, indi mümkün deyil. O hal-hazırda yatır. Yəni, bu bunun davamıdır. Simpson budur, yəni onunla danışmaq istəyir, amma o yatdığı üçün əlaqə saxlamaq mümkün deyil. And we use can to ask somebody to do something. Yəni, kimdənsə nəyisə etməsini xahiş edəndə, yəni bu cümlələrdə elə həmən kimi. Baxın, bu hissədə can I speak to Homer, please? Eyni cümlə demək, strukturdur. Can you 3 nöqtə please. Belə bir cümlə strukturunda, yəni asanlıqla can-dən istifadə edə bilərsiniz. Can you close the door, please? Qapını zəhmət olmasa bağlaya bilərsiniz. İndi sizə bir nüans da verəcəm. Yəni, o nüansı daha çox yadınıza saxlayarsınız. Yəni, bu, mən sizə deyim, əsasən speaking formal olmayan ingilis dili danışığında istifadə olunan keçərli qaydadır. Affirmative sentence, yəni bu təsdiq cümlələrdə sadə formasını deyirik. Mübtəda, yəni burada cümlə I, modal feili can, infinitive, yəni məsdər play. I can play football. Mən futbol oynamağı bacarıram. Və yaxud da ikinci cümlədə subjectimiz she'dir, modal feilimiz yenicə can'dir, infinitive məsdərimiz demək singdir, very well. O yaxşı ifa edə bilir. Interrogative form, short answers. How do you form a question by using can? Yəni burada ümumi bir formasını verib, modal feilin üzərinə gəlir pronoun, üzərinə gəlir verb və question mark. Can you play the piano? Burada qısa cavabları verir. Yəni piano ifa edə bilirsən. Yes, I can. No, I can't. Yes, I can. No, I can't. Can sözü ümumiyyətcə iki cür işlənir. Can't da deyə bilirlər, can't da deyə bilirlər. Və bu Amerikan və İngilis, Great Britain İngiliscəsinə görə, yəni bilirsiniz iki cür İngilis dili var. Bir İngilis İngilizcəsi, bir də Amerikan İngilizcəsi. Yəni bunlar arasında müəyyən tələffüzdə fərqlər olur. İnkar formasına baxaq. Subject plus can plus not plus infinitive. Yəni sadəcə olaraq can-dən sonra not hissəciyini əlavə edirsiniz. Bu da olur inkar forması. I cannot speak English. İngilis dilini danışa bilmirik. İngilis dilini danışa bilməyənlər üçün ən ideal bir cümlədir bu. I cannot speak English. We cannot write anything. Okay, bu da ümumi bir demək qaydasıdır, sualıdır, imkarıdır, təsdiq cümləsidir. Hər bir formasını ayıraraq da qeyd eləmişik. Burada da bunu da inşallah səhifəmizdə də paylaşacağım. Ayıraraq da hər birisini izləyə bilərsiniz. Demək, bu günləri çalışacağım sizə 2 video təqdim edeyim. Videolarımızdan biri indi modal feili çəkirəm. İndi modal feil olacaq. Bir də sizə
inşallah ki, yəqin ki, bu gündən etibarən çalışacağam. İsimdən başlayaraq digər mövzulara əhatə olunaraq test tapşırıqlarının həlli yollarını asanlıqla sizə izah eləyəcəm. Testləri necə həll etmək lazımdır. Bunların hər birini sizə çalışacağam öyrədim. Siz də aktivliyi mütləq şəkildə, yenə deyirəm, aktivliyi qoruyun, saxlayın ki, yaxşı olsun. Could haqqında danışacağım. Could bayaqlar biz qeyd etdik ki, can modal feilinin keçmiş zaman formasıdır. Can yalnız və yalnız indiki zamana aid idi. Could isə keçmiş zamana aid idi. Could can feilinin keçmiş zaman formasıdır. Could modal feili özündən sonra məsdəri to hissəcikdir. Can'ın qəbul edir. Can'ın, yəni qrammatik cəhətdən can'in bütün sahib olduğu qrammatik qaydalar could'un özündə də əks olunub. Müasir ingiliscəsində demək, could modal feili nəzakət, xahiş bildirən cümlələrdə işlənir. İndi buna baxacağıq. I can play the piano. I could play the piano, but now I can't. Mən demək, piano ilə çala bilirəm. Birinci cümlədə can'dir. İkinci cümləyə baxırıq. Mən piano çala bilirdim keçmiş zamanda. But now I can't. Lakin indi bacarmıram. Yəni əvvəl bacarırdım, indi bacarmıram. Görürsünüz. Could you help me? Burada qeyd elədiyimiz, məsələn, burada qeyd elədiyimiz müasir ingiliscəsində could modal feili nəzakət, xahiş bildirən cümlələrdə işlənə bilir. Məsələn, bunun demək, example-ını verdik bura. Could you write your address, please? Bayaq biz can, please deyənə bir cümlə vermişdik. İngilis dilində çalışın, test tapşırığında belədir. Nəzakət, xahiş bildirən cümlələrin hardasa 80-90%-ində variant olaraq could hesab olunur. Could you help me? Could you write your address, please? Could to please demək, əvvəlində məsələn 3 nöqtə, sonunda please görsəniz, çalışın could'dan istifadə edin. Manage to. İngilis dilində düzdür. Mən yenə deyirəm, bu videonu sırf abituriyentlər üçün çəkmirəm, amma yəni ingilis dilini öyrənmək istəyən insanlar çoxdur və inanın ki, yəni hər bir insanın biz çalışmalıyıq ki, istəyi üçün nəzərə alaq və elə bir videolar hazırlayaq. Ola bilsin abituriyent üçün bu bir qədər belə deyək, kənar bir ola bilər mövzu olsun, lakin manage to da ingilis dilində modal feillər sırasına aid eləyə biləcəyimiz bir feil formasıdır. Could və was able to ilə sinonimdir. Yəni bu keçmiş zamanda işlənir. Keçmiş zamana aiddir. İdini görürsünüz, yəni burada managed to. Okay, keçmiş zamanı ifadə edir. Keçmiş zamanı və sual formasını did feili ilə düzəlir. Yəni nəzərinizdə saxlayın ki, bu didlə keçmiş zaman bilirsiniz necə? Yəni could'un və was able to'nun demək daha doğrusu mənasını özündə daşıyır. Lakin bir fərqi var ki, modal feillərin ümumi sisteminə əsasən bu modal feil deyil. Modal feillərin sırasında, çünki biz dedik ki, modal feillər inkarın da notla düzəldirlər, sualın da keçirilir mütəddinə. Sadəcə olaraq bunun demək keçmiş zamanı və sual formasının did feili ilə düzəlir. Did you manage to speak to him before I left home? Yəni onunla danışa bildinmi? O evdən getməmişdən qabaq. Did you manage to speak to him before he left home? Bu qədər. Manage to, yəni bilin ki, eyni mənanı ifadə edə bilir, amma modal feil deyil. Could, was able to and manage to. Bunlar indi ümumiləşdirək bir dənə. Düzdür, mən to be able to haqqında danışmamışam. Was able to'nu yazmışam bura. Amma indi bundan sonra qeyd edəcəm onda. Çalışacağım özdə modal feil mövzusun indi bir neçə yerə böləcəm. Yəni hamısını bir dəfə mən full part eləməyəcəm. Çünki full part olanda hamı görürəm ki, yorulur. Beyin yorulur. Məsələn, yarım saatlıq videolar olanda hər adam kompüterdə yarım saat qoşub baxmaq istəmir. Belə, could ingilis dilində öz sinonimlərindən onunla fərqlənir ki, bu modal feil əsasən hiss qavrayış bildirən feillərlə işlədilir. Could modal feilin ingiliscəsində, yəni daha dərinliyinə mən enmişəm bunu. Understand, believe, remember, decide, see, hear, smell, feel, taste. Okay. Bunların hər birinin, yəni demək, hiss qavrayış bildirən feillərdir. Bunlarla daha çox could işlənir. Yəni 3 dənə seçim olsa, çox dərindir. Bu yəni qəbul imtahanında could və yaxud da was able to, manage to, bunların heç birisini ayrı-ayrı variantlar verib sizdən seçim eləmə qərarını sizə verməzlər. Yəni bu qədər dərinlik artıq belə deyək akademik ingilis dilinə daha yaxındır.
He was standing very close to me and I could smell the garlic on his breath. Yəni deyir ki, o mənə yaxın dayanmışdı və mən onun nəfəsindən sarımsağın qoxusunu eləyə bildim. Yəni smell feilinə baxırsınız. Bizdə əsas yəni məqsəd burada cümlənin tərcüməsi yox. Smell burada məsələn smell hissəsinə baxırsınız. Smell da bizim hiss qavrayış bildirən feillərimizin arasında var və ona görə də məsələn could-dan istifadə eləyə bilərik. Asanlıqla istifadə edə bilərik. Davam eləyək. Can müxtəlif mənalardadır. Can ümumiyyətcə düzdür, yəni yenə əlavə bir mövzudur. Haşiyədən kənara çıxırıq. Can modal feil kimi bir. Nə deməkdir? Bacarmaq, bilmək deməkdir. Yəni burada hamısını qeyd eləmişik, özünüz də oxuya bilərsiniz. To can konservləşdirmək deməkdir. Və yaxud da can tək özüydü konserv bankası mənasını verir. İngiliscədə belə bir söz var. I can, but you can not can. Bu yanıltmacıdır ingilis dilində. Yəni mən konserv bankası konservini düzəldə bilirəm, amma sən konserv bankasını konservləşdirə bilmirsən. I can, but you cannot can. Okay. To be able to. To be able to haqqında danışacağım. To be able to da ingilis dilində sizin qarşınıza çox çıxa biləcək feillərdən biridir, modal feillərdən biridir. Ümumi bir keçək üzərindən keçək nədir, nə üçün işlənir? İngilis dilində can yalnız indiki zamana aid oldu. Could isə yalnız keçmiş zamana ifadə edə bilir. Və bizim burada bir dənə ekvivalent bir modal feilimiz önə çıxır. Be able to. Modal feil deyil. Lakin zaman formalarında işlənmə xüsusiyyətinə görə can modal feilini əvəz eləyə bilir. İngilis dilində modal feillər var və ingilis dilində modal feillərin ekvivalentləri var. Hansı ki, bunları biz artıq o qədər modal feillərin içərisində qaynatmışıq ki, bunlar da nəzərimizə modal feil kimi gəlir. Amma qrammatik qaydada, sırf akademik ingilis dilində bunlar modal feil deyil. Modal feillərin yazdığımız əsas başlıqda yenə bir daha onu sizə göstərəcəm. Yəni əsas xüsusiyyətləri odur. Yəni modal feil özündən sonra inkarın notundan düzəlir. Modal feilin sual forması modal feilin mübtədadan əvvələ keçməsi ilə düzəlir. Özündən sonra məsdəri to hissəciksiz qəbul edilir. Belə yəni əsas öndə olan vacib xüsusiyyətləri var ki, bunlar modal feilin feilin modal feil olduğunu aşılaya bilir, sübut eləyə bilir. Be able to dedik, can modal feili əvəz eləyə bilir. Able bacarıqlı deməkdir. Be able to isə nəyəsə bacarıqlı olmaq, yəni bacarmaq deməkdir. Görürsünüz ki, yəni xırdalığın yerində mənası da, yəni həmənki bacarmaq mənasını verir. Bu ifadə özündən sonra gələn məsdəri to hissəcikli tələb eləyir. Yəni modal feilin özünü görürsünüz. Be able-sa to özündən sonra gələn feil, məsdər formasının to ilə işlənməsi anlamına gəlir. In present simple. Sadə zaman formasında, indiki sadə zaman formasında I am able to, you are able to, we are able to, they are able to, he, she, it is able to formasında işlənirlər. Yəni sadəcə am, is, are-nın şəxsə görə dəyişməsini qoyun, ardı davamlı olduğu kimi qalır. In past simple keçmiş zaman sadə formasında I was able to, she was able to, it was able to, you were, we were, they were able to. Okay. In future simple, yəni gələcək zamanda I shall, we shall, ingilis dilində shall demək olar ki, artıq qalmayıb. Yenə qrammatik və formal ingilis dilində shall-dən istifadə olunur. Biz hələ shall-in işlənmə zamanındayıq. You will be able to, she və yəni bunların hər biri will-lə işlənir. Okay, negativ forması be not able to. Birdən sonra bir dənə not işlənir. Sadəcə bu. It wasn't able to speak English. She will not be able to solve this problem by herself. I am not able to do it. Yəni sadə cümlələrdir. I-da was-dur. İnkişar forması not-la olur. I am not able to do it. Sual forması be plus subject plus are able to. Yəni be keçir, to be forması keçir subject-dən əvvələ, yəni mübtədadan əvvələ və cümlə davam edir. She is able to speak English. Is she able to speak English? We shall be able to save her. Shall we able to save her? Bir də sadə able to haqqında da məlumatımız oldu. Able to dedik ki, məsələn, çünki bilirsiniz ki, can indiki zamana aid oldu, could keçmiş zamana aid oldu və bizə lazımdır ki, cümləni gələcək zamanda işlətmək. Gələcək zamanda işlətmək üçün nə can işlənə bilər, nə də could işlənə bilər. Sadəcə olaraq be able to işlənəcək. Be able to forması ona görə işlənəcək ki, orada to be-ni biz shall-la, will-la əvəz eləyə bilərik. Yalnız və yalnız yəni ən böyük üstünlüyü budur ki, be able to
be able to gələcək zamanda işlənə bilər. Bu cümlədə məsələn we shall be able to bunu biz onu qoruya bilərik, biləcəyik daha doğrusu bu cümlə tərcüməsi. Amma biz bunu can'la və ya da could'la işlədə bilmərik. Bu əsas qızıl qaydanı yadınızda saxlayın. Must haqqında məlumat verəcəm və must haqqında məlumat verdikdən sonra demək videomuzu yəqin ki sonlandıracağım. Yerdə qalanda digər bir mövzu başlıq altında paylaşacağım sizə modal feillər 2 başlıq altında. Must ümumiyyətcə ingiliscəsində ən çox işlənənlərdən biridir. Malı məli deməkdir. Mənasında məcburiyyət var. Must mütləq olan bir şeydir, zərurətdir. Özündən sonra gələn feil to məstər hissəciksiz tələb eləyir. Yəni to özündən sonra gələn must to heç vaxt olmaz. Can to heç vaxt olmaz. Yəni tez-tez arxaya qayıdıram ki, yadınızdan çıxmasın. Yalnız indiki zamanda işlənə bilir. Can indiki zaman necə aid idisə, must da indiki zamana aiddir. Sual və inkarlıq yarada bilir. Özündən sonra əgər inkardırsa must not olur. Demək, sual formasında keçir mübtədədən əvvələ. Bütün zamanlarda eynidir, zaman ekvivalenti var, have to. Davam edirik. Sual forması must not plus infinity. Bu sual formasıdır. Yəni sual və inkar forması daha doğrusu. Must'dan sonra not işlənir. Must plus üzr istəyirəm, mübtəda və üzərinə gəlirik. Demək, məstər forması. I must not learn this language. Mən bu dili öyrənməməliyəm. Yəni bu siz nə mənə məna verir bu cümlə? İndi sizə düzdür, indi araşdıracağıq onu, yenə deyirəm. I must not learn this language. Mən bu dili öyrənməyəm. Yəni bu dil mənə qətiyyən lazım deyil. Must I learn this? Mən bu dili öyrənməliyəm. Bu ikinci sual cümləsidir. Burada biz sual işarəsini qoymalıyıq. Okay, davam edirik. Have to. Biz necə eləmişik? Yəni must'ı ayrıca yazmışıq, have to'nu ayrıca yazmışıq. Daha doğrusu daha sonra yəni bunların demək biz burada bəzi görəcəksiniz. Have to yazmışıq, don't have to, sual formasını yazmışıq. Yəni bir çox fərqlərini də orada araşdırmışıq. Vaxt itirməyə eyb yoxdur. Have to'nu da sizə izah edeyim. Have to'dan sonra artıq videomuzu sonlandıraq. Have to nə deməkdir? Have to da must'ı bağladıq. Have to da malı məli deməkdir. Özündən sonra feili to məstər hissəciyi ilə qəbul edir mütləq formada. Sual və inkarlıq yarada bilmir. Bilmir. Sual və inkarlıq yarada bilmir. Yəni have to heç vaxt cümlənin əvvəlinə keçmir və yaxud da have not to işlənmir. To-do vasitəsindən, to-do köməkçini feilin vasitəsindən yarada bilir. Sualı do ilə yaranır, inkarı don't-la. Bütün zaman formalarında işlənə bilir. Baxırıq. In sentence. Cümlədə. Deməli belə, indi mən sizinlə davam edəcəm. Təsdiq cümlədə subject üzərinə gəlirik, have to üzərinə gəlirik, fail, inkar formada subject üzərinə, yəni subject mübtədadır, bunu bilin. Mübtədanın üzərinə inkar cümlədə gəlirik, to do üzərinə gəlirik, not üzərinə gəlirik, have to üzərinə gəlirik, verb, feilin özü. Sual cümləsində do gəlir mübtədadan əvvələ, sonra mübtəda gəlir, sonra gəlir have to, sonra gəlir verb forması. Cümlələrdə də baxacağıq. Demək, have to-nun təsdiq forması var, inkar forması var, sual forması var. Cümləyə baxaq. Baxın burada. I have to clean my room. Mən otağımı təmizləməliyəm. You have to get a new book. Sən yeni kitab götürməlisən və yaxud da yeni kitab əldə eləməlisən. İndi have to-nun bu example-larıdır. Have to üçüncü şəxsə baxırıq. He has to eat dinner now. O indi yeməyin yeməlidir. Günorta yeməyini nahar etməlidir. She has to go to work now. O indi işə getməlidir. Yəni görürsünüz üçüncü şəxsdə mütləq have has-lə əvəz olunur. İndiki zamandan söhbət gedir. Üçüncü şəxs she-də, he-də, it-də. It has to work. O işləməlidir. Nəyəsə hər hansı bir əşyadır, məsələn deyir işləməlidir. Yəni itdən, itdə, she-də, he-də, üçüncü şəxsdə have to, has to-ya keçir. Don't have to. Cümləyə baxırıq. I don't have to work on Saturday.
I don't have to work on Saturday. Mən şənbə günü işləməməliyəm. Görürsünüz inkar forması. I don't have to. Have not to olmadı. Don't have to oldu. Okay. Doesn't have to. Bu üçüncü şəxs aiddir. He doesn't have to work tomorrow. O sabah işləməməlidir. Və yaxud da it doesn't have to be that way. Yəni görürsünüz ki, üçüncü şəxsdə inkar formasında do, does kimi olur. Və sual formasına baxın. Do I have to clean my room? Mən otağımı təmizləməliyəm. Yəni sual forması have I olmadı. Do I have to clean my room oldu. Yəni bunlar çox vacib nüanslardır. Eləcə də üçüncü şəxsdə does cümlədə sözün əvvəlinə keçir və cümlə olduğu kimi davam edir. Tense forms of have to, zaman formaları, have to'nun zaman formaları var dediyimiz kimi. Present zamanda, indiki zamanda have to, has to olur. Past zamanda, keçmiş zamanda past tense'də, yəni had to olur. Future tense'də, gələcək zamanda shall, will, have to olur. Future in the past'da should, would, have to. Future in the past keçmişə nəzərən gələcək zaman formasıdır. Onların yadınızda saxlayın. Əsas köməkçisi should, would'dur. Should have to, would have to. I have to arrive in time. I had to do it. It didn't have any other chosen. We shall have to get a taxi if we are late. If I was late, I should have to get a taxi. Okay. Mən vaxtında çatmalıyam birinci cümləyə baxırıq. Birinci cümlədə mən vaxtında çatmalıyam. Mən vaxtında çatmalı idim. Mənim başqa seçimim yox idi. Vaxtında çatmalı idim. Məcburiyyət var, amma keçmiş zamandadır. I had to. Əgər bu cümləyə baxırıq. We shall have to get a taxi if we are late. Biz əgər geciksək, biz taksi çağırmalı olacağıq. Görürsünüz, taksiyə minməli olacağıq. If I was late, I should have to get a taxi. Əgər mən geciksəydim, mən taksiyə minməli olacaqdım. Keçmişə nəzərən gələcək zaman forması. Should have to. Should have to, shall have to, had to və have to. İnanıram ki, yəni azdan çoxdan nəsə bir məlumat qavraya bildiniz. To have. Modal feili, modal verb. İç cümlə demə, modal feil, to have feili haqqında sizə qısa bir məlumat verəcəm. Have ümumiyyətcə ingiliscə çox işlənən bir köməkçi və yaxud da əsas feil kimi də işlənə bilər. Belə deyək. Have to bizdə modal feil kimi işlənir. Düzdür? Özündən sonra to gəlsə bilin ki, have artıq burada modal feildir. Have to. Özündən sonra participle to feili sifətin ikinci forması gəlirsə, demək ki, bu köməkçi feildir. Have məsələn, I have learned. Mən öyrənmişəm. Bitmiş zaman formasını yaratdı. Özündən sonra to gəlmişsə, feili sifətin iki forması gəlsə, bilin ki, bu köməkçi feil kimi işlənir. Demək, have üzərinə gəlirik now. Məsələn, I have a book. Mənim kitabım var. Burada ki, artıq belə deyək, əsas feil kimi işlənib. Mən kitaba malikəm. Çünki yəni varımdır, sahibəm. Belə bir mənası var. Have to, must haqqında qısa bir sizə demək, fərq verəcəm. Hər ikisi malı məli mənasını verir. Bunlar ortaq cəhətlərdir. Hər ikisi malı məli mənasını verir. Hər ikisinin mənasında məcburiyyət var. Hər ikisi özündən sonra infinitive, məstər tələb eləyir. Baxın, mənası malı məlidir, ikisi də məcburiyyət bildirir. Hər ikisi özündən sonra məstər tələb eləyir. Yəni, heç özündən gələn feil hər hansı bir zamana, şəxsə və yaxud da kəmiyyətə görə dəyişmir. Bunu yadınızda saxlayın, özündən sonra ikisi də məstər tələb eləyir. Have to-nun və bütün zaman formaları var. Demək, fərqli cəhətlərinə baxırıq, diqqətlə baxırıq. Çünki ən vacib məqamlardan biridir bura. Have to, bütün zaman formaları var. Düzdür? Amma must-ın yalnız indiki zaman forması var. Biz dedik have to-da have to oldu, has to oldu, birinci indiki zamanda, has demək had to keçmiş zamanda oldu, shall və should, would, have to keçmişə nəzərən gələcək zamanda oldu. Fikir verin bunlara. Yəni bunlar əsas ki, inkar və sual cümləsi yarada bilmir. Have to dediyinə ilə yaradır, sual inkarın to-dan, to do feili ilə yaradır inkar və sual formasını. Amma must nə ilə yaradırdı? Must özü yaradırdı. Özündən sonra not alaraq inkar yaradırdı. Cümlədə mübtədədən əvvəli keçərək sual formasını yaradırdı. Özündən sonra feil to hissəci ilə işlənir. Have-dən sonra özündən sonra dedik, to ilə gəlir feil. Amma özündən sonra feil to hissəcisiz gəldi.
must'a. Must özündən sonra qətiyyən to ilə feil qəbullənmir. Şəxsə görə dəyişdi. Have to oldu nə? Has to. Amma must oldu? Xeyr. Üçüncü şəxsdə she, he, it mustla oldu. Heç bir əlavə şəkilçi qəbul etmədən. Bu çox vacib nüansdır. Davam edirik. Have to-nun must'ın fərqlərində mənasında çox böyük məcburiyyət var. Məcburiyyət nisbətən zəifdir. İndi bunlara baxırıq. Şəraitdən asılı olaraq məcburiyyət vardır. Şəxsin istəyindən asılı bir məcburiyyət var. Şəxsin öz istəyinin heç bir rolu olmur. Şəxs bu hərəkəti edə və etməyə də bilər. Bunların arasında zərurətə baxın, məcburiyyət fərqinə baxın. Bunu siz səhifədə paylaşacağım. Bunun ingilis dilini araşdıranlar iki səmtdə, iki cür tərzə verirlər. Və mən çalışdım ki, sizə asan yolla seçim, asan bir forma təqdim edə bilim. Oxford, Cambridge mənbələrini araşdırdım. Eləcə də digər mənbə, Azərbaycanda olan kitablar mənbələrini araşdırdım və bu nəticə, belə rahat bir sadə formada sizlərə yazdım bunu. Have to-nun mənasında çox böyük məcburiyyət var, şəraitdən asılı olaraq məcburiyyət vardır, şəxsin öz istəyinin heç bir rolu yoxdur. Amma must-da məcburiyyət nisbətən zəifdir, şəxsin istəyindən asılı bir məcburiyyət var, şəxs bu hərəkəti edə və etməyə bilər. I have to arrive at work. You must be worried that she's so late coming home. Demək, I have to arrive at work at 9 sharp. Deməli belə, birinci cümləyə baxırıq. Mən vaxtında işə çatmalıyam, 9-da mütləq işdə olmalıyam. Mənim müdürüm çox ciddidir. İkinci cümləyə baxırıq, you must be worried that sən demək, narahat olmalısan, sənin o da, o, yəqin ki, qızı ola bilər, nə ola bilər, o evə gec gəlir deyə. Bu cümləyə baxdıq, ikinci cümləyə baxırıq. İkinci cümlədə qızın evə gec gəlməyinə hər hansı bir səbəb də ola bilər. Narahat olmalısan. İkinci cümləyə baxacaq, daha yaxşı aydınlaşdıracaq, sizə daha rahat bir üsulla deyəcəm. You have to pass your exams or the university will not accept you. Sən imtahana keçməlisən, yoxsa səni universitet qəbul etməyəcək. Burada universiteti qəbul etmək üçün mütləq şəkildə heç birisi mənim istəyimdən asılı olmayaraq, heç bir məndən asılı olmayan bir şəraitə görə, düzdür, mən yenə də imtahana girməliyəm. İmtahana girməsəm, universitet olmayacaq. Məcburiyyətdir, zərurətdir, qətiyyən mümkün deyil. Amma you must come and see us sometime deyir, hərdən bir gəlməlisən, bizi görməlisən. Gələ də bilərsən, o sənin istəyinə bağlıdır. Gələ bilərsən, gəlməyə də bilərsən. It will be a wonderful party, you must come. Burada yerlərini dəyişik salmışam, üzr istəyirəm. Bayaq istədim, onu düzəldim. Amma vaxt itirmədim. It will be a wonderful party, you must come. Demək, bu çox gözəl, möhtəşəm parti olacaq, sən gəlməlisən. Gələ də bilərsən, gəlməyə də bilərsən. Gəlməsən, böyük bir şey dəyişməyəcək. You look pale, you have to see doctor. Sən xəstə görünürsən, solğun görünürsən. Sən mütləq həkimə getməlisən. Sən xəstəliyin varsa mütləq həkimə getməlisən. Həkimə getməsən, sağalmaq ehtimalı. Sən məcburiyyətdir, bu olmalıdır. Bunların arasındakı fərqi bilin. Mustn't və don't have. Must və have to arasında fərq çox olmasa belə, əslində mustn't, don't have to arasında fərq kifayət qədərdir. Mustn't ifadəsi qəti şəkildə edilməsinə qadağa qoyulan hərəkətləri bildirir. Don't have to isə istəkdən asılı olan qadağaları bildirir. Qadağa qoyulur, lakin bu hərəkəti etmək haqqı da verilir. Bunların arasında fərqə baxın. Mustn't, don't have to. We must not talk about it. We must not talk about it. It is confidential. Okay. Bu yenə deyirəm. Siz fərqləri arasındakı fərqləri diqqətlə bilin. Çünki have to ilə must'ın arasındakı fərqlə mustn't, have, don't have to arasındakı fərq bir-birindən kəskin sürətdə, ayrıdır. Baxırıq indi. Birinci cümlədə, tərcüməsində belədir. Biz demək, bu haqda danışmamalıyıq. Bu gizlidir. Bu məsələn ola bilər ki, hər hansı bir xüsusi bir sirr ola bilər, hər hansı bir dövlətin, hər hansı bir təşkilatın və yaxud da hər hansı bir, qapalı bir qurumun sirri ola bilər ki, bunun açılması imkansızdır. Burada tamamilə məcburiyyətdir. You don't have to come if you don't want to. Sən gəlməməlisən. Sən istəmirsənsə gəlməməlisən.
Bəlkə gəlmə ehtimalı da var. You must not phone me at work. We are not allowed personal calls. Deyir, yəni bu cümlədə tərcümə belədir ki, sən mənə zəng eləməməlisən işdə. Bizim şəxsi zənglərə icazəmiz yoxdur. Şəxsi zənglər bizə gələ bilməz, yəni. Gəlmir. Əgər bunu eləsən artıq mənə disiplin cəzası gələ bilər, məni işdən çıxarda bilərlər. İkinci cümləyə baxırıq. I don't have to listen to this. I am leaving. Okay. Mən buna qulaq asmamalıyam, mən gedirəm. Yəni qala da bilərəm, çox məcbur deyil. They mustn't see us talking or they'll suspect something. Onlar bizi danışan yerdə görməməlidirlər, onlar bizdən şübhələnə bilərlər. Yenə bayaqki dediyim vəziyyətə eyni ilə gəlib çıxır. Və sizə şut haqqında sonra məlumat verəcəm. Bu günlük hələ ki mövzumuz haqqında məlumatımız bu qədər. Modal feilin ikinci hissəsini gözləməyi unutmayın. İnanıram ki, çox maraqlı bir video olacaq və buradan da nəsə əldə elədiniz. Nəsə bir sualınız olsa, qaranlıq bir məsələ qalsa, xahiş edirəm yazın və English in Azərbaycan səhifəsinə, Facebook səhifəmizə, Murad Salamzadə profilinə yazmağı və iştirak edirəm. Aktivliyi ümumiyyətcə səhifəmizdə, Facebook səhifəmizdə artırmağı, eləcə də burada videomuzu bəyənməyi, paylaşmaq, təzə funksiyası çıxıb paylaşmağı və rəylər yazmağı unutmayın ki, aktivliyimiz qalxsın, daha çox insan görsün və daha çox insana nəyisə öyrədə bilək. Təşəkkür edirəm diqqətinizə görə, hər şeyə görə minnətdaram, sağ olun. Növbəti dərsdə görüşərik.